Salam uşaqlar, hər vaxtınız xeyir. Bugün mən sizə 16 noyabr 2025-ci il 11-ci siniflər üçün OTK buraxılış imtahanlarının ingiliscə suallarını izah eləmək istəyirəm. Deməli, birinci sualımıza baxırıq. Birinci sualda nə deyir? Birinci sualda bizə deyir, deməli, agreement mövzusuna aiddir. Baxıram, mübtədən pupildir. People of different beliefs, müxtəlif inanclı insanlar, müxtəlif inanclardan olan insanlar. Mübtədən belief, daha doğrusu pupildir deyəm. Xəbərimdə cəm olmalıdır. Ona görə take part, okay, have taken part, okay. Amma takes olmaz, has taken olmaz, will take olar. Bilirik ki, esli xəbərlər tək xəbərdir. Ona görə doğru cavabım hansı oldu? 1, 2, 5, doğru cavab C bəndi. Növbəti sualıma baxıram. Növbəti sualda deməli, baxıram ki, sifətə aiddir burada. Əvvəlcə ikinci tərəfə baxıram. Burada roads var. Deməli, sayılan tək isim, daha doğrusu sayılan cəm isimdir. A lot təkcə işlənməz burada. Ona görə elə B bəndini çıxıram. Fewer, more. Bunlar saxlayıram. İkinci tərəfə görə ikinci tərəfləri saxlayıram. İndi birinci tərəfə baxıram. The most effective ola bilər. A bəndini saxlayıram. The most effective o da ola bilər. Amma D bəndində the most effective olmalı idi deyə D bəndində çıxıram. A more effective solution. Solution sayılan isimdir deyə a more effective ola bilər də, daha effektiv yol. İndi burada deməli tərcüməyə baxacağıq. Deyir ki, deməli trafikləri, yəni nə, tıxac problemini həll eləmək ən effektiv yolu, yəni ən effektiv həlli. Burada roads az yollar, daha az yollar tikməkdir, yoxsa çox yollar? Bax, hər iki tərəfində də fewer var deyə, yəni demək ki, bunların heç biri deyil. Doğru cavabım olacaq C bəndi. Deyir, tıxac problemlərini həll etməyin ən effektiv yolu daha çox yollar tikməkdir. Yəni daha çox yol olsa tıxac problemi az olar da. Yollar nə qədər çox olarsa tıxaclar da az olar. Doğru cavab C bəndi. 58-ci sualla davam edirik. 58-ci sualda baxıram. To var. To-dan sonra nə işlədirik? Özündən sonra adi dərəcə istəyir. Ona görə də more olmaz. Sonra to-dan sonra a lot of olmaz. To-dan sonra many, much, few, little işlədirik. Ona görə a few da olmaz. Cars sayılan cəm isimdir deyə much da olmaz. Doğru cavabım oldu C bəndi. İkinci tərəfdə də more people okeydir də ola bilər. Nə deyir? There are too many cars on the roads. Yollarda həddən artıq çox maşın var. More people should use public transport. İnsanların çoxu, yəni daha çox insanlar deyir, ictimai nəqliyyatdan istifadə etməlidir. Daha çox istifadə etsələr, tıxac aradan qalxar, yəni maşınlar da az olar. Doğru cavab C bəndi. 59-cu suala baxırıq. 59-cu sualda deməli, ikinci tərəfə baxıram, burada very var, özdə look var. Biz bilirik ki, look görünür deməkdir. Özündən sonra sifət istəyən feillərimizdəndir. Elə variantlarda da sifət verib. Sadəcə very özündən sonra adi dərəcə istəyir. Ona görə də A bəndini çıxacam. Nicer yox. C bəndində more nice olmaz. E bəndində də nicer olmaz. Sonra baxıram D bəndində birinci tərəfdə more-la yer olmaz axı. More T istəyir nədir? Ya er olar, ya more olar. D bəndi də çıxdı. Doğru cavabım qaldı B bəndi. 60-cı sualda uşaqlar, baxın, deməli qayıdış əvəzliyinə aid testdir. Burada deməli nədir? Kollegam deyir. Kollegam bilmirik. Burada kişi cinsi də ola bilər, qadın cinsi də ola bilər. Ona görə də kollegam özü deyir bu şəkilləri çəkib. Qadın cinsi olarsa herself götürə bilərəm. Yourself lazım deyil burada. Yəni işlədə bilmirik. Çünki mübtədəm kollegadır. Kişi cinsi də ola bilər. Ona görə 1-4 doğru cavabım olacaq D bəndi. 61-ci sualda Jane is a manager. Jane managerdır. Daha doğrusu, yəni manager sayılan tək isimdir deyəm. Variantlara baxıram. More careful olardı, olsaydı C bəndində. B bəndində matchdan sonra bilirik ki, müqayisə gəlir. B bəndində onu çıxıram. Mostun qabağında Z-si olmalı idi. D bəndini çıxıram. E-də də careful olardı. Elə E-ni çıxıram. Birinci tərəflə tapdım. Elə careful manager. Və burada da görürsünüz check var. Yəni yoxlayır. O yoxlayır işini. Daha doğrusu yoxlayır işini careful, ehtiyatla, yəni zərf istəyir də. Tamamilə A bəndimiz doğru variantdır. 62-ci sualda bizdən isim olacaq, yəni istəyir. Baxın, identical sifətdir, general same sifətdir. C bəndi okey, düzdür. Sonra burada fluent sifətdir, crucial sifətdir. Doğru cavabım C olacaq.
Növbəti sualımıza baxırıq. 63-də new country. Country sayılan tək isimdir deyə heç nəsiz işlənməz. Aynən D-ni çıxacam, E-ni də çıxacam. Qalır B yoxsa C? İkinci tərəfə baxıram. Month var. Month da sayılan tək isimdir deyə heç nəsiz işlənməz. B-ni də çıxacam. Doğru cavabım qalacaq C bəndi. Nə deyir? Deyir she moved to a new country. Yeni bir ölkəyə köçdü. A month ago, bir ay əvvəl. But she still can't get used to living there. Orada hələ yaşamağa öyrəşməyib. Bəli, doğru cavabım oldu C bəndi. 64-də one of-un xəbəri biz bilirik ki, uşaqlar, one of-un xəbəri tək olur. Variantlarıma baxıram, A, B-yə dəymirəm, C-ni çıxıram, E-ni çıxıram, bir də D-ni çıxıram. Sonra ikinci tərəfə baxıram, that Cars'dan sonra gələn xəbər nə olmalıydı? Tək ola bilməz. Ona görə A-nı da çıxacam. Doğru cavabım olur. B bəndi. One of the problems is that cars are driven by careless drivers. Deyir ki, problemlərdən biri də odur ki, maşınlar ehtiyatsız sürücülər tərəfindən sürülür. İkinci tərəfimiz passive voice-dadır. 65-də Mrs. Smith qadındır. İkinci tərəfdə də room var, isim var. İsim varsa müstəqilləri çıxıram. Bunu da çıxıram. İkinci tərəfdə isə isim yoxdur. İsim yoxdursa asılı olanları çıxıram. Bunu da çıxıram. Elə doğru cavabım qaldı. Deməli, görək nə deyir? Mrs. Smith could find her room. Bəli, xanımdır deyə her olacaq. But Thomas and Mary 2 nəfərdir deyə deyir özlərininkini. Deyir ki, xanım Smith öz otağını tapa bildi. Amma Thomasla Mary özlərininkini tapa bilmədi. Ona görə də doğru cavabım D bəndi olur. 66-da uşaqlar, baxın biz bilirik ki, törəmələrdən sonra sifət işlənə bilər. Sifət işlənə bilər. Ona görə olu çıxıram, törəmələrdən sonra sifət işlənəcək. Sonra burada baxıram ki, inkar cümləsi deyil, sual cümləsi deyil, enini də çıxıram. Baxın, nə deyir? Burada da bir bored sözü var. Nə deməkdir? Sıxılmaq. Sıxılmaq sözü var. Burada da interesting var. Deməli, nəsə maraqlı bir şey yox idi ki, heç nə yox idi ki, biz orada sıxıldıq. Nəysə maraqlı bir şey, hər şey maraqlıydısa, everything. Mən niyə sıxılıram ki? Something, nəsə maraqlıydısa, bunları çıxmışıq onsuz da. Something maraqlıdırsa, nəsə maraqlı bir şey var idisə, niyə sıxılırıq? Heç nə yox idi da, maraqlı heç nə yox idi. Ona görə də biz sıxıldıq. Doğru cavabım olacaq C bəndi. Sonra baxıram, burada uşaqlar possessive case deyir. Possessive case, bax, 3-dən sonra gələn söz days, sonra apostrof olmalıydı. Ona görə bir səhvdir. İkinci tərəfdə də has qoddur, bilirsiniz. İkinciyə baxıram, Jessica spent several'dan sonra months, sonra təkcə apostrof olmalıdır. Ona görə 2 də səhvdir. Don't let Nick's dogs run away. Bəli, bu doğrudur. Deyir ki, icazə verməyin ki, imkan verməyin ki, Nick'in itləri qaçsın. I'm going to Jessica and Chris'e. Burada da ikisinin toyu eynidir də. İkisinin ortaq bir toyu var. Bəli, doğrudur. Doğru cavabım olacaq. Bu nədir? Hə, C bəndi. Növbəti sualımız make-up sentence-dir. Baxırıq uşaqlar, burada cümlə qurmaqda. Baxın, article var. Success nədir? Uğur. Fail nədir? Uğursuzluq. Pass nədir? Yol deməkdir. Yol. Yol, iz, kol mənası da var. İndi burada yol mənasında gedəcək. Cümləmiz belə olur uşaqlar. Baxın, əvvəlcə onu sizə deyim ki, bax, success failə uncountable-dır deyə. Burada mən bilirəm ki, E-ni nə success-in qabağında, nə failən qabağında işlədə bilmirəm. Bax, belə olmalıydı əslində cümləm. Failə is a pass. Bir dəqiqə. Deyib yazıram burada. Failə is 2, 4. Pass 6, pass də 3. 2, 4, 6, 3, 2, 4, 6, 3. Elə B bəndindədir. Deyir ki, failə is a pass to 5. Bir də 1. Success. Deyir ki, uğursuzluq uğura bir yoldur. Uğura gedən bir yoldur da. Yəni, uğursuzluq, hər bir uğursuzluq uğura gedən bir yoldur. Doğru cavabımız olacaq B bəndi. Burada ən çox, məsələn, qrammatik qaydalarla da tapmaq olardı cümləni. Yəni, çünki biz bilirik ki, uncountable nounslarla işlədə bilmərik. Yəni, success-lə failənin qabağında qoymayacağım. Onlara qoymasam, pass burada cığır deməkdir, yol deməkdir. Cığırın qabağında işlədə bilərəm. Mübtədamız da, xəbərimiz də izdir. İzi də bilirik ki, mübtədadan sonra işlədəcəm. Elə onda mənaca da tapmaq olur. Yəni, bu variant da B bəndidir. 69-a baxırıq. Burada deyir ki, deməli düzgün. Biz bilirik ki, few varsa S olmalıydı, getdi. Several varsa spoons düzdür. A lot of tubes
olmalıydı. O da getdi. Some windows olmalıydı. Bəli, doğrudur. 2, 4. Doğru cavabım D bəndi. Match to the definition. Deməli, sözlərimizi, definitionları uyğunlaşdıracağıq. Deməli, crucial, yəni burada baxaq. Cannot be seen C bəndində. Görünməyən, yəni invisible. C. Crucial nə idi? Extremely important, yəni B. Bu isə A olacaq. C, A, B. C, A, B. Doğru cavabım olacaq. D bəndi. 71-ci suala baxırıq. 71-ci sualda baxın, agreement mövzusuna aiddir. Yəni mübtəda xəbər uzlaşması. Baxın uşaqlar, biz demişdik ki, parking cars. Mübtədən parking carsdır. Maşınları park eləmək. İnglə olan mübtədalarımız nə olurdu? Xəbər həmişə tək olurdu. Cause okay, will cause okay ola bilər. Cause olmaz. Has cause da olar tək xəbərdə, amma 5 olmaz. Hansılar oldu? 1, 2, 4. Doğru cavab A bəndi. Gəldik mətnə uşaqlar. Mətnimiz nə haqqındaydı? Deməli, mətnimiz reklam haqqındadır. Görürsünüz, reklam. Deməli, nədir? Mən indi bir ümumi mənasını deyəcəm. Deməli, cümlələri oxuyacağım. Deməli, nədir? Reklam kampaniyalara, şirkətlərə alıcıları cəlb eləmək üçün və deməli, məhsulları haqqında onlara informasiya vermək üçün onlar yaxşı vasitədir. Yəni, kömək eləyir onlara bu yolda. Deməli, reklam eləməkdə əsas hədəf, nədir əsas hədəf? To increase sales, satışı artırmaq, make more people to buy. Deyir ki, məhsulları almaq üçün daha çox insanları cəlb eləmək. Reklamın əsas məqsədi odur. The benefits of advertising include growth. Deməli, nədir? Reklamın faydalarına daxildir. Nə daxildir? Şirkətin inkişafı, alıcıların inamı, uzun müddətli biznesin uğuru aiddir. Davam edirik. Sonra nə deyir? Sonra deyir ki, deməli, effektiv deməli, reklam etmək, yeni məhsullar, yeni alıcılara cəlb eləyir, yeni məhsullar yaradır. Ondan sonra və onları məhsullar haqqında məlumatlandırır. O həm də it also encourages companies to compete and offer better products deyir. Bu həm də şirkətləri yarışa cəlb eləyir. Yəni bir-biri ilə yarışa cəlb eləyir və daha yaxşı məhsul insanlar üçün daha yaxşı məhsul çıxarmağa sövq eləyir, cəsarətləndirir. Sonra advertising has 3 main purposes. 3 dənə əsas məqsədi var. Nədir? To inform, informasiyalandırmaq, məlumatlandırmaq, inandırmaq və xatırlatmaq. O deyir, satışı çoxaldır, tələbi çoxaldır, tələbi qaldırır və expand the number of customers. Alıcıların sayını çoxaldır. Tələb çoxalır, satış çoxalır, alıcıların sayı çoxalır. 3 dənə əsas məqsədi var da, bunlar da yəni artırır. Reklam deyir, kömək eləyir nəyə? Advantage over competitors and place deyir ki, deməli, rəqiblər arasında avantaj yaradır. Yəni, bir-birindən üstün olmağa çalışır da, bir-birindən yarışa girən şirkətlər. Və deyir, günümüzdə biznesə dəstək verməkdə günümüzdə cəmiyyətimizdə mühüm rol oynayır. Bunsuz, yəni reklamsız, businesses would face difficulties, biznes çətinliklərlə üzləşə bilərdi. İqtisadiyyat zəifləyə bilərdi və işlər itirilə bilərdi. However, advertising also has disadvantages. Bundan başqa deyir ki, reklamın həm də nəyi var? Reklamın həm də disadvantage, yəni nəyi? Üstünü olmayan cəhətləri var. Bir dəqiqə. Üstün olmayan, yəni mənfi xüsusiyyətləri var. Reklamın həm də mənfilikləri var. Nədir mənfilik? It is expensive and sometimes bəzən deyir çox baha olur, bəzən də yanlış yönləndirə bilir. It can negatively affect social values and cause. Deməli deyir ki, sosial dəyərlərə pis təsir göstərə bilər. Yəni bəzən sosial dəyərlərə pis təsir göstərə bilər. Elan deyir, especially targeted at children may encourage them to. Deyir ki, elanlar, xüsusilə deyir uşaqlara hədəflənmiş elanlar, onlara lazım olmayan məhsulları almağa sövq edə bilər. İndi encourage burada cəsarət demirik də, onları sövq edə bilər. O həm də it may also create monopolies. O həm də monopoliya yarada bilər. Çünki large companies can afford expensive advertisements while small businesses cannot. Monopoliya yarada bilər. Çünki böyük şirkətlər bahalı mallar, daha doğrusu bahalı reklamlar almağa
almağı bacara bilirdisə, o bahalı reklam pul tələb eləyir. Bahalı reklamlara pul xərcləyə bilirsə, amma balaca şirkətlər onu edə bilmir axı. Ona görə də burada nəticədə monopoliya yaranır. Despite its negative sides, bütün negativ tərəflərinə baxmayaraq, advertising remains one of the strongest ways to promote products, support businesses and develop the economy. Deməli deyir ki, bütün negativ tərəflərinə baxmayaraq, reklam nə edir? Reklam bizə deməli məhsullarımızı reklam eləməyimizin ən güclü yoludur. Sonra bir dəqiqə uşaqlar. Deməli, bütün negativ tərəflərinə baxmayaraq reklamlar bizim məhsullarımızı reklam eləmək üçün ən güclü yoldur, ən güclü yollardan biridir. Biznesə dəstək verən ən güclü yollardan biridir və iqtisadiyyatı inkişaf elətdirmək üçün ən güclü yollardan biridir. Mətnimiz bura qədərdir. İndi suallarımıza baxaq. Uşaqlar, baxırıq indi. Deməli, deyir ki, 72-də what purposes does advertising have? Deyir ki, reklamların nə məqsədləri var, hansı məqsədlər daşıyır? Nə məqsəd daşıyırdı? Alıcıları məhsul barədə məlumatlandırmaq. Bəli, biri budur. Biri bu. Sonra focus only. Only varsa bilirik, çox vaxt səhv olur. Üstəlik də mənamıza baxaq. Deyir ki, yalnız məhsulun qiymətinə fokuslandırır alıcıları. Xeyr, səhvdir bu. Yəni bu səhvdir. To make consumers remember the product. Bəli, yəni xatırladır ki, yəni belə bir məhsul var. Alıcılara bəli doğrudur. 1-3 doğru cavabım elə D bəndidir. 4-də nə səhvdir? Discourage deyir. Alıcıları deyir məhsul almağa həvəsləndirmir. Xeyr, doğru cavabım D bəndidir. 1 və 3. İkinci sualda deyir ki, hansı doğrudur? Mətnə əsasən doğru fikirləri seçin. Diqqət edin. Burada sizdən doğru mu soruşur, yanlış mı soruşur? Elə A bəndi doğrudur, amma yenə də baxaq. A bəndi doğrudur. Çünki deyir ki, deməli, reklamın məqsədlərindən biri alıcıları inandırmaqdır. Alıcıları inandırmaqdır deyə doğru cavabım elə A bəndidir. Amma yenə də B bəndi niyə səhvdir? Advertisements decrease customers trust about. Deyir ki, məhsul barədə alıcıların inamını aşağı salır. Xeyr, səhvdir. Companies can hardly var, görürsünüz. Decrease, hardly sözlərə fikir verin. İkinciyə baxın, 3D-də only, E-də baxın. Burada deyir ki, gəlin bir gedək. Companies deyir ki, şirkətlər reklam vasitəsilə öz auditoriyasını çətinliklə artıra bilər. Xeyr, əksinə çoxaldır. Reklam onlara kömək edir. Elanın yalnız pozitiv tərəfləri var, sosial dəyərlərə. Xeyr, dedik, həm də mənfi tərəfləri var. Balaca bizneslər axı bahalı advertising almırdı. Balacalar çünki pulları azdır, ona görə də ucuz alır. Bu da monopoliya yaradırdı şirkətlər arasında. Ona görə bu da səhvdir. Doğru cavabım olacaq burada A bəndi. The passage is mainly about. Bu qədər oxuduq və başa düşdük ki, mətnin əsasən nə haqqındadır? Reklamın müsbət və mənfi tərəfləri haqqındadır uşaqlar. Elan və onun qiyməti, nə bilim, kompaniyalar arasında yarış, bunlar deyil heç biri. Sonra nə bilim, bahalı məhsulların reklamı deyil. Sonra, yəni bunların heç biri deyil. Doğru cavabım A olacaq. Növbəti sualımıza baxaq. Növbəti sualda yenə də tamamlayırıq, mətnə əsasən tamamlayırıq. Baxaq görək nə deyir? Deyir ki, advertising can inspire companies. Kompaniyaları həvəsləndirə bilər. Nə üçün? Yarışlarda iştiraka, bəli, bir-birindən rəqib olmaq, rəqib olan komandalar arasında rəqabət yaradır da, yəni daha yaxşı olmaq üçün. Yəni elanın, reklamın o xüsusiyyəti var, müsbət xüsusiyyəti, bəli, doğrudur. Daha yaxşı məhsul verir, bəli, bu da doğrudur. Fewer advertisements yox, səhvdir. Reduce, azaltmaq, məhsula tələbi azaldır, xeyr, səhvdir. Doğru cavabım olacaq A bəndi. Sonra davam eləyək. Burada 76-cı sualda deyir ki, ən az öz fikrini 3 cümlə ilə izah elə. Burada sualımız bundan ibarət ki, uşaqlar, have you ever bought a product according to the advertisements? Nə vaxtsa deyir, hansısa reklama görə, hansısa reklama görə bir məhsul almısan. Bunu məsələn fikriniz olmasa belə, bu cümləni yaza bilərdiniz də. Yes, I have. I have bought a product according to the advertisements. Sonra yaza bilərdiniz, məsələn, hansına əsasən. Mən tutaq ki, deyirəm ki, bir dəfə şampun almışdım.
I bought shampoo according to the advertisement. Bir dəfə şampun aldım, sonra nə bilim nətər çıxdı, nətər çıxmadı. Belə 2-3 cümlə yaza bilərdiniz ki, məsələn bu mənim üçün faydalı oldu ya olmadı. Yəni fikrinizi bu 3 cümlə ilə bildirə bilərik. Sonra deyir ki 77-də bu definition tapmaq lazım. To have enough money to pay for something. Baxaq indi. Paragraf 3-də nə üçünsə ödəniş eləmək üçün kifayət qədər pulu olmaq. 3-cü paragrafa baxaq görək. 3-cü paragrafda özdə bilirsiniz də orada to var deyə biz feillərə baxacağıq. Baxıram feillərimə. Burada deməli, burada olacaq can afford. Bayaq dedim, bahalı elanlara pul xərcləyirlər. Doğru cavabım deməli nə oldu? Afford. Burada yazacağıq afford. Yəni, nə üçünsə ödəniş eləmək üçün kifayət qədər pulu olmaq. Afford olacaq. Ən az 2 sözü dəyişməklə cümləmizi tamamlar. The main goal of advertising is. Baxaq. The main goal of advertising. The main goal of advertising. Bax, bu increase eləyə bilərikmi? Enlarge. Böyütmək. Enlarge. Eləyə bilərik. Expand eləyə bilərikmi? Bəli, eləyə bilərik. Make more people. Daha çox insan. A lot of people da deyə bilərik. Buy, məsələn, get də deyə bilərik. Almaq üçün də, yəni. 2 dənə sözü, 3 dənə sözü daha çox dəyişmək olar. Keçək indi sualımıza. Növbəti sualda profit sözünün sinonimini tapırıq paragraf 1-dən. Baxaq. Profit sözünün, profit nədir? Fayda deməkdir də. Paragraf 1-də baxaq görək. Aha, benefit. Benefit fayda deməkdir. Elə doğru cavab kimsə benefit yazıbsa, kim yazıbsa doğrudur, benefit olmalıdır. Gəldik mətnimizə, uşaqlar, listeningimizdə. Listeningi mən burada sizin üçün dinləndirə bilmirəm. Ola bilsin ki, saytlarda var artıq, həm mətn formasında, həm də ola bilsin dinləmə formasında var. Məndə cavablar var, cavabları deyəcəm. Siz yoxlayın, uşaqlar. Deməli, birinci sualda the passage is mainly about mətn nə haqqındadır? A colorful semicircle. Rəngarəng yarım dairələr haqqındadır mətn. Növbəti sualda deyir ki, deməli, mətni əsasən tamamlayırıq. 81-də doğru cavabımız uşaqlar 2-3 olacaq. Are different in the colors of the stripes və differ in the brightness of the stripes. Yəni 2-3 olacaq doğru cavabım. Sonra növbəti suala baxırıq. 82-də doğru cavab. Mətnə əsasən doğru cavablar seçirik. Buna fikir verin. Doğru cavab seçirik. 82-də bizim doğru cavabımız olacaq. Deməli, B bəndi. Newton sübut elədi ki, white light is made of all the rainbow colors. Deyir ki, bütövlükdə göy quşağının rənglərindən düzəldilib ağ rəng. Mətndə əsasən bu söz fikir bildirilib deyə doğru cavabımız olacaq B bəndi. Növbəti sualda scientistin onu təsvir eləyən söz famous scientist, famous. Kim famous yazıbsa doğru yazıb. Sonra indigo. Indigo nə rəngdir? Elə bir rəngdir ki, between blue and, orada belə bir şey deyirdi. Blue and violet. Bənövşəyi və mavi rəng arasında bir rəngdir. Aha. Sonuncu sualımıza baxırıq uşaqlar. Sonuncu sualımızda deyir ki, what features do the rainbow and rainbow flag emojis express today? Göy qurşağının nədir, emojiləri və özü günümüzdə hansı xüsusiyyətləri bugün təzahür edir? Cavabımız bu olmalıydı. Pozitivlik rəmzidir. A symbol of positivity. Doğru cavab a symbol of positivity olmalıydı. Deməli, bununla da bugünkü OTK sualının izahları bitir uşaqlar. Kim nə qədər yazıbsa, zəhmət olmasa mənə məlumat verər. Nəysə sualınız olarsa, həm burada, həm də şəxsidə, qruplarda mənə yazıb soruşa bilərsiniz. Sağ olun uşaqlar.